Ermənistan-Azərbaycan cəbhəsində baş verən 4 günlük müharibə sanki bizim münaqişənin həllinə yaxınlaşdırıb. Ən azından indi dünyanın diqqəti bu problemin həllinə əvvəlkindən daha çox yönəlib. Təşkil olunan yüksək səviyyəli diplomatik görüşlərdə də Dağlıq Qarabağ münaqişəsi müzakirə olunan mövzular arasında ilk yeri tutur. Türkiyənin İstanbul şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının 13-cü zirvə toplantısında da münaqişənin həllinə kömək olacaq addım atıldı. İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər bundan sonra Ermənistana qarşı daha sərt mövqe nümayiş etdirəcəklər. İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısının yekununda qəbul edilən sənədlərin siyahısında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 2 qətnamədə yer alıb. Orada belə bir fikir var ki, bu ölkələr üzərindən Ermənistana silah satılması, silah göndərilməsi məsələsinə qədər müdaxilə edib təzyiq göstərmək, narkotiklərin orada trafiki ilə bağlı, bu işğal olmuş ərazilərdə İslam mədəni irsinin dağılması, bu məsələlər öz əksini tapdı ki, bunlarla bağlı İslam Əməkdaşlıq Təşkilatı konkret, qəti mövqe formalaşdırıb. Qətnamənin ikinci bir bəndi də var. İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlər bundan sonra bir xarici işlər nazirləri səviyyəsində kontakt qrupu yaratsınlar. Ermənistanın törətdiyi son təxribata münasibət bildirən Novruz Məmmədov onu da əlavə etdi ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə hər dəfə yaxınlaşarkən qarşı tərəf hansısa qüvvənin təsiri nəticəsində mövqeyini dəyişir. Razılıq verəndən bir gün, bir həftə, bir ay keçən müddətdə ki, o addım atılmalıdır. O zaman hansısa qüvvələrin, bəlkə də hansısa faktorların təsir altında Ermənistan tərəfi ya mövqeyini dəyişir, ya başqa bir təklif irəli sürür, ya da bir təxribat, bu axırıncı təxribat. Ondan əvvəl bilirsiniz, biz yenə elə Avropada bundan bağlı razılaşma təxminən var idi. Bizim ərazilərimizdə tez bir müddətdə hərbi təlimlər keçirməyə başladılar. İslam Əməkdaşlıq Təşkilatının 57 üzvü Ermənistana qarşı formalaşdırdığı qəti fikri BMT-nin Baş Assambleyasına çıxarmağı planlaşdırır.